Özbəkistan deyəndə ağlınıza nə gəlir? Mədəniyyətləri gəlir ağlıma. Özüm də ora planlaşdıram gedim. Musiqi mədəniyyəti, teatr mədəniyyəti, ümumiyyətlə memarlıqları, bizim indiki münasibətlərimizin inkişafı, bizim cənab prezidentin, onların prezidentinin birgə dostluğu. Özbəkistan deyəndə sözsüz ki, onların mentaliteti, onların kulinariyası daha çox ön plana çıxır. Məsələn, orada qida məhsullarının qiyməti daha azdır, daha ucuzdur mən elə düşündüyümdə. Yəni belə şeylər daha çox ağlıma gəlir. Aş. Onlar çünki çox gözəl aş bişirirlər. Mən orada qonaq olmuşdum, çox xoşuma gəldi. Çox qonaqpərvərdilər. Tərbiyələri çox belə yüksək səviyyədədirlər. Mülayimdilər. Belə tanışlarım var oradan yəni. Yəni milləti baxımından qonaqpərvərdirlər yəni. Xoş davranırlar. Çörək. Niyə? Özbəkistan çörəyi. Dadlı olur. 82-83 ildə Qaraqalpaqda suruş eləmişəm. Əsgərliyim oldu keçirmiş. Çox gözəl cəmaatı, mehriban cəmaatı var. Plov. Nəyə görə? Çünki məşhurdur. Yerkökülü plov. Nəyə görə? Çünki bunun buxara yadıma da gəlir. Öz millətim. Çünki onlar da müsəlmandır. Çünki onlarla Moskvada bir yerdə işləmişəm. Bir qardaş kimi. Bəli, bir qardaş ölkəmizdə plov ağlıma gələr, rəqs ağlıma gələ bilər. Türk dövlətlərindən biridir Özbəkistan. Yəni qardaş dövlətdir. Keçmişimiz də var. Bir SSR-də yaşamışıq. Özbək aşı hər zaman yeməklərin içində seçilir. Yəni mətbəxi bizə uyğundur. Yeməkləri, xalqın məsələn qarşılamağı, milliyyəti, qonaqpərvərliyi, məsələn özüm də olmuşam Özbəkistanda. Onlar çox qonaqpərvər olurlar da, yəni. Özbəkistan deyəndə Özbək milləti, Özbək Respublikası, qardaş dövləti. Yeməklərindən olan aşları mən yemişəm, çox xoşuma gəlir. Orta Asiya respublikalarından biri olub tarixən SSR dövründə. O indi isə qardaşımız respublika kimi tanınır. Bəli, bizdən onlardan bizə mədəniyyət, siyasi, ticarət əlaqələri yüksəlməkdədir, yüksələn xəttə gedir. Qardaş respublikalar sayılmaq olar. Milli ənənəvi dəyərləri, Teymurləng, tarixi. Dostlarım var orada, Özbəkistanda. Mədəniyyətimiz aşağı-yuxarı oxşardır. Yəni bir növdə qardaş ölkə kimidir.